وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya və mursalin. Seyyidina Muhammedin və alə alihi və ashabihi əcməin əmmə ba'd. Deməli, dünən İbn-i Teymiyyə rahiməhullahın cavabının yarısında qaldıq. Və dünənki mövzu Şeyx rahiməhullah Ali ibn Əbi Talibdən biraz danışdı. Və dedi ki, Ali ibn Əbi Talib radiyallahu anhu Bəni Haşim də Peyğəmbər sallallahu aleyhi ve sellem sonra ən əfzəlidir. Ən əfzəlidir. Və Şeyx rahiməhullah sadəcə davamında deyir ki, ne üçün, məqsəd nədir? Ali ibn Əbi Talib misal çəkdim. Misal İdrisdən idi axı. Söhbət İdrisdən gedirdi, İdris aleyhissalamdan. Şeyxülislam buyurur ki, məqsəd odur ki, əgər Ali ibn Əbi Talib radiyallahu anhu bizim aramızda az müddət keçib də, məsələn, tutaq ki, bir 600 il. Əgər onun adından belə yalanlar qoşublarsa, kitablar qoşublarsa və ulduzlarla bağlı ediblərsə, kainatla və s. Təsəvvürlə İdris əleyhissalam. Təsəvvürlə İdris əleyhissalam sallallahu aleyhi ve sellem. Ona görə, yəni, əgər Ali ibn Əbi Talib belə yalanlar qoşublarsa, təsəvvürlə İdris əleyhissalam. Və xüsusən də İbn-i Teymiyyə rahiməhullah qaramitləri misal çəkir. Qaramitlər batinilərdir, batini firqələrdəndir qaramitlər. Bunlar əslində şiyələrin bir qoludur. Rafislərin bir qoludur. Deməli, təkfir eləyənlər də olub. Bu firqəni. Və həmçinin dövlət olub bu. Fatimi dövlətindən ayrılmışlar bunlar. Fatimi də şiyə dövləti idi. Fatimilər gəlir Misri alırlar, Misri başlayırlar tikməyə. Dünən dedi ki, Əshar Universitetini onlar tikib. Sonra Salahuddin Əyyub rahiməhullah rahmətən vasiya gəlir, onları çıxardır oradan. Sonra bu əsnada Fatimilər dövləti olan vaxtı qaramitlər ayrılır, keçirlər Bahreyn tərəfə, deməli, orada başlayırlar öz ölkələrini qurmağa. Deməli, bu miladi tarixinə təxminən 9-cu əsrdir. Amma hicri tarixinin təxminən 4-cü əsr. Və deməli, bunlar barədə yaxşı tarixdə, yaxşı söhbətlər gedmir qaramitlər barədə. Deməli, bunlar hətta Məkkəyə hücum edirlər. Məkkəyə hücum edirlər, deməli, hicrətin 317-ci ilində, 4-cü əsr, həcc vaxtı. Həm Məkkə əhlin, həm həccə gələnləri 30 minə yaxın, düzdür, cürbəcür rəqəmlər deyirlər, lakin çoxsu 30 min deyir. Ümumən, hamısını öldürürlər. Zəmzəm də o vaxt quyu idi, belə vedrənlə çıxardırdılar, meyitlər çoxsun, 30 min hamısılar gedməz, nə qədər doldururlar quyunu, Kəbəni dağıdırlar və qadınların cariyə götürürlər və Qaradaşı da götürürlər, gətirirlər Bəhreynə. Bəhreynə gətirirlər. Deməli, hicrətin 317-də bunlar hücum ediblər Məkkəyə. 339-cu ilində hicrətin, təxminən 22 il sonra Fatimlərin hakimi, Fatimlərin buna baxmayaraq əmr edir ki, daşı qaytar.
və o müddətdə həcc olunmur. 22 il həcc eləmir müsəlmanlar. Və bu da qaramitlər, kafirlər, bunlar elə fikirləşirlər ki, Qaradaş cazibə qüvvəsi var da, hara qoysun, cəmaatı gətirəcək ora. Aparırlar daşı, amma görürlər, cəmaat heç gəlmir. Və Fatimlərin əmiri hədəliyir onu, deyir ki, yoxsa böyük bir qoşunla gələcəm üstüvə, daşı qaytar yerinə, Qaradaşı. Və Qaradaşı qaytarırlar qaramitlər, lənəhumullah. Sonra bunlar da nədən irəli gəlir? Bunlar deməli, qaramitlər İsmail İbni Cəfər Sadiqin oğluna bağlıdırlar. Çünki Şiə məhzəbinə fikir versəz, o 12 imam ki deyirlər, hər imamın ölümündə Şiələr bölünürdülər. Hər imamın ölümündə Şiələr bölünürdülər. Səbəb də nə üçün bölünürdülər? İmamların övladları olurdu axı. Neçə dənə oğlu, neçə dənə qızı. İndi qızları saymırdılar, amma oğlanlardan, məsələn, bir dəstə deyir ki, bu da imam, davamçısı. O birisi dəstə deyir ki, bu idi, bu oğludur imam. Və Cəfər-i Sadiq, rahiməhullah, onun da övladları var idi. Övladlarından da adı biri İsmail idi. Bir dəstə deyir ki, imam İsmaildir. Cəfər-i Sadiqdən sonra. Və İsmaili firqəsi yaranır. Qaramitlər də elə bir ki, İsmaillərdən gedirdi. Qaramitlər də İsmaillərdən gedirdi. Və İsmaillər indi də var. İndi də var Afganistanla Tacikistan dağlarında. Qaçıblar, hündür dağlarda yaşayıblar və bəzən müsəlmanlar bəlkə də heç bilməyib, onlar orada da yuxarıda. Onlar 12 imamı qəbul eləmir. Onlar 7 imamı qəbul edir. Cəfər-i Sadiqdən sonra deyirlər ki, İmam İsmaildir. Və s. Lakin, yəni, söhbət bundan gedir ki, Şeyx Rahimullah İbn Teymiyyə Əli ibn Əbi Talibi gətirməkdə məqsədi var idi. Məqsədini də bildirir ki, Əli ibn Əbi Talibi nə qədər yalanlar danışıblar və nə qədər istifadə edən olub Əhl-i Beytdən həmişə. Onlardan da biri qaramitlər və s. Hətta Şeyx həmçinin buyurur ki, yəni olan vaxtında müsəlmanlar əziyyət çəkirdi doğrudan da və böyük fitnələr olurdu. Hətta İbn Sina, İbn Teymiyyə İbn Sina'dan misal gətirir. Deyir ki, hətta İbn Sina qaramitlərdən idi. Fatimilərdən. İbn Sina rafisi olub. Hələ o səbəbdən də fəlsəfə elmindən məşğul olub. Çünki qaramitlər istəyirdilər təzə bir şey gətirsinlər, seçilsinlər. Ona görə İbn Sina özü etiraflayır. Çünki özü deyir ki, fəlsəfə ilə məşğul olmağın səbəbi deyir, atamdır. Atam oldu səbəb. Ki, Fatimilərin yanında idi. Fatimilərin yanında idi, səbəb oldu mənə və onlar da fəlsəfəyə üstünlük verirdilər. Ona görə əsas səbəb bu idi. İbn Sina özü deyir. Və İbn Sina kafirdir, yoxsa yox? Kafir deyənlər olub alimlərdən. Qazali, İbn Teymiyyə, İbn Qeyyim təkfir eləyib demiyorlar elə. Və lakin deyirlər ki, axırda dönüb Allah bilir. Allah bilib dönməyi barədə Allah bilir, yəni onu biz deyə bilməyəcəyik. Və İbn Sina ümumiyyətlə 428-də həlak olub. Hicrətin, yəni 5-ci əsrdə yaşayıb. 4 ilə Hicrətin 5-ci əsrində yaşayıb. Və fəlsəfə elminə girildiyinə görə
əcaiblər danışırdı, əcaib şeylər. Deyirdi, məsələn, deyirdi, Allah Subhanahu Taala ümumən bilir böyük şeyləri, amma cüzü şeyləri bilmir. Cüzü şeyləri Allah Taala bilmir. Allah Taala böyük şeylərdən ancaq məlumatı var. Və s. küfürlər dolu idi. Ona görə alimlər bəzi kafir görüb. Və həmçinin İbn Sina fəlsəfədə də böyük bir yeri var. Yəni, üçüncü müəllim deyirlər ona. Əgər birinci Aristodur, ikinci Fərabi, üçüncü İbn Sina gedir. Və qaramitlərdən idi o. Fatimlərdən, qaramitlərdən. Rafizi idi. Düzdür, indiki şiyələr də onları İsmailləri və s. kafir görürlər. Çünki indiki şiyələri görə kim 12 imamı, onlar deyən kimi, onlar etiqad etdiyi kimi, qəbul etmirsə, onlar kafirdir. Ona görə İsmaililər və s. qaramitlər, Zeydilər və s. Aqidəyə görə kafirdirlər. Neysə, yəni mövzu başqadır. Deməli, yəni Şeyx Rahimullah yəni gətirməkdə məqsədə Əli ibn Əbi Talib, qaramitlərini misal çəkdi. Ki, əgər Əli ibn Əbi Talib əhləm 700-600 il keçib, yaxın bir zamanda 700 il şeyx deyir, Rahimullah, və 700 ildən az. Əgər belə iftirara atıblarsa, belə hətta kitablar deyiblər onun adından və s. Təsəvvürlə İdris əleyhissalam. Sonra Şeyx Rahimullah buyurur ki, həmçinin deyirlər, göy ki, qayıtdıq suala. Orada sual əsnasında həmçinin soruşdular ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ulduzu var idi, əqrəb ulduzu. Güya ki, əqrəb bürcü altında da olub, Peyğəmbər sallallahu aleyhi ve sellem. Və Şeyx Rahimullah davam edir, təbii ki, rədd edir bu fikri, rədd edir deməli və deyir ki, bu etiqad ümumiyyətlə batildir, bu iddialar hamısı batildir, savadsızlıqdır və həmçinin yəni alimlər bunda ittifaq edib müsəlmanlar. Və ağıl sahibi, elm sahibi yəni belə fikirlərdən uzaqdır. Hətta deyirlər müsəlmanların bir ulduzu var, xristiyanların, nəsranilərin bir ulduzu var. Neysə, qardaşlar, nağıl çoxdur. Nağıl çoxdur, lakin hamısı bunlar nədəndir? Quran sünnədən uzaqlaşmaq və fəlsəfə və s. Və həmçinin də, qardaşlar, bu əqidə, həmçinin Şeyx Rahimullah ona da işarə edir ki, bu əqidə küfr əqidəsidir. Küfr əqidəsi. Və İslamdan çıxardır. Və İslam qadağan eləyib belə əqidəni. Və inkar eləmək lazımdır. Belə şeyləri müsəlmanlar arasında ki, uzaq olsunlar. Ulduz falları və s. bürclər və s. belə əqidədə deməli, olmaq olmaz. Sonra Şeyx Rahimullah, təbii ki, biz qardaşlar biraz qıssa keçdik hamısından. Dayanmayaq, çünki qutardıq demək olar sualı, cavabın. 17 səhifə cavab verdi. Bir dənə kitabdır. Hər sözündə dayansaq, yəni, məqsəd qısa, müxtəsər faydalar qeyd eləməkdir və salam. Sonra keçir 8-ci suala. 8-ci sualda hədisi soruşurlar. Böyük hədisdir, uzun hədislərdən. Peyğəmbər Əbu Zər radiyallahu anhun rivayətində deyir ki, Ən Rasulillahi sallallahu aleyhi ve sellem fîmə yərvi anillahi təbarəkə və teala. Peyğəmbər sallallahu aleyhi ve sellem o da Allahdan. Nə hədis deyirlər buna? Qüdsə hədis. Qüdsə hədis, hansı ki, orada deyilir ki, ya ibadi, Allah Teala deyir. İnni harramtu zulmü alə nəfsi və cealtuhu beynəkum muharraman fələ təzalamu. Hansı ki, Allah Teala buyurur Qüdsə hədisdə ki, ey kullarım, mən zülmü qadağan eləmişəm öz nəfsimə və həmçinin də sizə bir-birinizin arasında zülm etməyi qadağan etmişəm. Bir-birinizə zülm etməyin. Ya ibadi, belə davam edir. İnşallah bu qalsın gələn dərslərimizə. Aydındır. Elhamdülillah 7-ci suala cavabı qutardıq, gəldik 8-ə. 8-də hədis barədə görək.
Nə soruşurlar, nəyə barədə soruşurlar hədisin. Allah bilir düzün. Selamun Aleyküm və Rahmetullah və Berekatuhu.